Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, gündəmdə olduqca maraqlı xəbərlər var. Azərbaycan Kubokunun qalibi də bəlli oldu. Qarabağ yoxsa Zirə? Hansı komanda Kubokun qalibidir? Bir qədər sonra bu xəbərdən agah olacaqsınız. Eyni zamanda Qarabağ komandasında yayda ilk ayrılıq rəsmən elan olundu. Eyni zamanda Kadi Borgesin transferi ilə bağlı Krasnodar komandasından da xoş xəbər var. Və eyni zamanda Qarabağ komandası qapıçıları yola salır. Yeni qapıçı namizədləri var. Bunlar barəsində də məlumat alacaqsınız. Təbii ki, sona qədər videonu izləsəz. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Mən isə xəbərlərə keçid alım. Dəyərli izləyicilər, transfer xəbərinə keçməzdən öncə sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, bugün Azərbaycan Kubokunun final qarşılaşması baş tutub. Həlledici görüşdə cari mövsümdə misli Premyer Liqasının qalibi olan Qarabağ komandası çempionatın ikincisi Zirə komandası ilə qarşılaşıb. Oyun Ağdam klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası qızıl dubl edib. Qarabağ Azərbaycan Kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokunu ümumilikdə 8 dəfə qazanıb. Qeyd edək ki, final görüşündən əvvəl saat 19:00-da konsert proqramı baş tutub. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edib. Həmçinin komandanın kapitanı Maksim Medvedevlə vida mərasimi keçirilib. Qeyd edim ki, oyun 2-1 hesabı ilə Qarabağın qələbəsi ilə başa çatıb. 42-ci dəqiqədə Olivier Juninho hesabı açıb. 57-ci dəqiqədə isə İsmail İbrahimli hesaba tarazlıq gətirib. Abdullah Zubirin 62-ci dəqiqədə vurduğu gol oyunda sonuncu gol olub və Qarabağ komandası minimum hesablı fərqlə qələbə qazanıb. Bu yay Qarabağ komandasında rəsmiləşən ilk ayrılıq Maksim Medvedevin gedişi oldu. Kapitana uğurlar arzu edirik. Onun Qarabağda çalışacağı deyilir. Eyni zamanda Qarabağ azərkeşlərini və Qarabağ futbolçularını və rəhbərliyini təbrik edirik. Bu il qızıl dubla imza atdılar. Rusiyanın Krasnodar klubunun futbolçusu Kadi Borges Qarabağa qayıdır. Bu barədə Rusiyanın RB Sport nəşri məlumat verib. 28 yaşlı yarım müdafiəçi yay transfer dövründə komandanı tərk edəcək və Qarabağın düşərgəsinə qoşulacaq. Krasnodar komandasından verilən məlumatda isə deyilir: oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırıq. Sərfəli təklif olsa transferə mane olmayacağıq. Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək Qarabağın formasını geyinib. O cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Xəbər verdiyimiz kimi Qarabağ komandasında ciddi dəyişiklik gözlənilir. Meydan oyunçuları ilə yanaşı hər üç qapıçının Qarabağdan ayrılacağı gündəmdədir. Qarabağın qapı xətti üçün yaranacaq boşluğa artıq namizədlər də var. Serbiya mətbuatına inansaq, Partizan klubunun qapıçısı Aleksandr Jovanoviç Qarabağın maraq dairəsindədir. Serbiya mətbuatında qeyd olunur ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay Apollon Limassolda çıxış etdiyi vaxtdan öz düşərgəsinə qoşmaq istəyib. Lakin Serbiyalı bu keçidə müsbət yanaşmayıb. İndi isə ötən mövsüm Avrokuboklarda yaxşı çıxış edən Qarabağ komandasında çıxış etməyi düşünür qapıçı. Qalkiperə görə Fransa Liga 1 klublarından da təkliflər var. 2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qalkiper Rad Donjistrim, Radnitski, Orhus, Huesca, Deportivo klublarında çıxış edib. O 2026-cı ilin iyunun 30-una qədər Partizana məxsusdur. Qarabağ komandası bu qapıçı üçün müəyyən qədər təzminat ödəməyə hazırdır. Dünən xəbər verdiyimiz kimi Real Madrid komandası Borussia Dortmundu UEFA Çempionlar Liqasının finalında məğlub edərək 15-ci dəfə başı üzərinə kuboku qaldırıb. Bu Qarabağın da işinə yarayıb. Qarabağ komandası ikinci təsnifat mərhələsindən yarışa start verəcək. Digər maraqlı məlumatda sizin nəzərinizə çatdırım. İspaniya təmsilçisinin heyətində yer alan Türkiyə millisinin üzvü Arda Güler isə tarixə düşüb. Belə ki, UEFA Çempionlar Liqasını qazanan ilk Türkiyəli oyunçu olub. Ay ulduzlarının üzvü 19 yaşında bu nailiyyətə imza atıb. Dəyərli izləyicilər, bu sizə çatdıracağımız sonuncu xəbəridir. Abunə olub bildirişləri açıq tutmağı, videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Nə yaxşı ki, varsınız. Növbəti videoda görüşərik.